Uşaq. Mövzumuz fırlanma cisimlərinin ikincisi bilirsiniz ki, birini keçdik. Silindiri keçdik. Növbətçisi konus və onun müstəvi kəsikləri. Kəsik konus, konusun və kəsik konusun səthinin sahəsi və həcmi. Ümumiyyətlə, konus nədir? Gəlin başlayaq izah verək sizə. Konus nədir? Konus da fırlanma cismidir, yəni fırlanma nəticəsində alınır. Deyir, düzbucaqlı üçbucağın bir tərəfi ətrafında fırlanmasından alınan fiqura konus deyilir. Düzbucaqlı üçbucağın, bura A olsun, bura B olsun, burada olsun C. Düzbucaqlı üçbucağın bir tərəfi ətrafında fırlanmasından alınan fiqura deyəcəyik konus. Yəni, hansı tərəf ətrafında deyirsə, həmin tərəfi saxlayırsan. Bax, məsələn, burada A-nın ətrafında fırlanmasından alınan konusu çəkirəm sənin üçün. A-nın ətrafında fırlanmasından alınan. Bu, A-nın ətrafında fırlanmasından alınan konus. A qalır, mən sənə deyirəm ki, məsələn, tutaq ki, İslam başva dolanım. Başına dönün. Bizim məşhur sözlərimizdən biri də. İslam qalır, mən fırlanıram başına. Başa düşdün? Hansı katet deyirsə, onu saxlayırsan, digərini fırladırsan. Bunu nəyə görə deyirəm? Uşaqlarımız bəzən səhvə yol verə bilərlər. Məsələn, sual verir ki, kateti 3 və 4 olan düzbucaqlı üçbucağın böyük kateti ətrafında fırlanmasından alınan cisimdən danışır. Böyük katet ətrafında fırlanmasından alınan deyirsə, böyük kateti saxlayırsan, böyük kateti qoyursan bura. Bu böyük katetdir. Digər katet bura üstür. Bunun ətrafında fırladırsın. Yəni, böyük qalıb, digərinin ətrafında fırladırsın. Ona görə deyirəm ki, hansı katet deyirsə, onu saxlayırsan, digərinin ətrafında neynirsən? Fırladırsın. Hansı katet deyirsə, onu saxlayırsan, digərinin ətrafında fırladırsın. Biz konus təsvir eləyəndə, konus təsvir eləsək, konus başa düşdük ki, düzbucaqlı üçbucağın bir tərəfi ətrafında fırlanmasından konus yaranır. Düzdür? Məsələn, üçbucaqda tutaq ki, üçbucaq verir. Üçbucağın öz hündürlüyü ətrafında fırlanmasından da yenə konus yaranır. Üçbucağın öz hündürlüyü ətrafında. Hündürlüyü saxlayırsan, üçbucağı bu tərəfi, bu hündürlüyün ətrafında fırladırsan. Yenə yaranan fiqur, fırlanma fiquru, yəni fırlanma nəticəsində yaranan fiqur konusdur. Həmin konusda hansı tərəf ətrafında fırlanacaqsa, bura A yazmışam ha, bunu təzdən bir dənə çəkirəm. Hansı tərəf ətrafında fırlanacaqsa, ora konusun hündürlüyü adlanır. Və bura H-dır. Və bura yazırıq hündürlük. Bura konusun hündürlüyüdür. Burada təbii ki, bura oturacağı, konusun oturacağı dairədir. Bura oturacağın dairənin radiyasıdır. Oturacağın radiyasıdır deyəcəyik. Oturacaq radiyasıdır. Və sonra bizdə buradan bura qədər olan hissə var ha, bura. Bura bizdə deməli konusun doğranı gedir. Bura, bu tərəf konusun doğranı gedir. Bura. Konusun doğranını biz L hərfi ilə işarə eləyəcəyik və bura deyəcəyik konusun doğranı. Doğran deyəcəyik onu. Konusun doğranı deyəcəyik. Və konus da aşkardır ki, əgər bura doğrandırsa, burada Pifagor teoremi etmək olar. Pifagor teoremi yaza bilərsən. Yazarsan, H-ın kvadratı plus R-in kvadratı bərabərdir L-in kvadratına. H bildiğin hündürlüydür. R oturacağın radiyusudur. L də doğuran olduğunu bildirir. İndi konusun oturacağı dairə olduğuna görə
dairənin sahəsi, yəni S oturacaq deyəndə hamıya aşkardır ki, pi r kvadratı yazacaq. S oturacağın sahəsi deyəndə pi r kvadratı yazacaq. Və sizə bir şey deyim. Konusun təpəsindən, buradan, bura konusun təpə nöqtəsidir hesab elə. Bu nöqtədən oturacaq dairəsindəki istənilən nöqtəni birləşdirəndə onlar hamısı ellərdir və hamısı bir-birinə bərabərdir. Hamısı bir-birinə bərabərdir. Bu oturacağın sahəsi pi r kvadratıdır. Bu da hamıya tanış bir mənzərədir. Hamıya tanış bir mənzərədir. Bu konusda bir dənə konus çəkək. Bunu vərəqdən özünüz də eləyə bilərsiniz. Konusu çəkdik. Konusu buradan götürüb, buradan. Ox qoyuramı buradan. Buradan götürüb biz qayçı ilə kəssək nə əldə eləmiş olacağıq? Qayçı ilə kəssək dairə sektoru əldə eləyəcəyik. Dairə sektoru əldə eləyəcəyik. Dairə sektoru. İnşallah ki, dairə sektoru barəsində məlumatımız var. Və bura həmin o konusun təpə nöqtəsi var, bura. Bura dairə sektorunun, elə bil ki, buradır. Bura eldirsə. Və burada nədir? Eldir. Dairə, deməli, konusun doğranı, çox vacib məlumatdır, bunu qeyd edirsən, suallarınıza əksəriyyəti müraid. Konusun doğranı dairə sektorunun radiusudur. Dairə sektorunun radiusudur. Və bu qövsun uzunluğu var ha. Bu qövsun uzunluğu aşağıdakı bu çevrənin uzunluğudur. Bunu qayçı ilə kəssək dairə sektoru. Bu buradır bax. O çevrənin uzunluğu bu dairə sektorundakı qövsun uzunluğu deməkdir. Əlaqəni düzgün tutsan əla olar. Bura 2 pi r-dir. 2 pi r-dir. Bu yaşılla göstərdiyim sənə. Bu konusun oturacağının belə deyək də, o konusun oturacağının dairənin uzunluğu dairə sektorunun, yəni konusun yan səthinin açılışında bu qövsun uzunluğu demək. Qövsun uzunluğu deməkdir. Buradan artıq sən düsturları istifadə eləyə bilərsən. Məsələn, qövsun uzunluğunun düsturu təyin eləmək. Məsələn, qövsun uzunluğu üçün düstur yaza bilirsən də sən. Qövsun uzunluğunun düsturu necə idi? Pi r alfa bölünsün 180 dərəcə. Və ya pi r alfa bölünsün qövsdən danışıram. Buradakı bu bucaq ki var, bu bucaq. Bunu biz işarə eləyək fi bucağı. Buna deyəcəyik fi bucağı. Və fi bucağının adı belədir. Konusun yan səthinin açılışındakı mərkəzi bucaq. Fi'nin adı belədir. Konusun yan səthinin açılışındakı mərkəzi bucaq. Fi konusun yan səthinin açılışındakı mərkəzi bucaq. Şimdi sana bir şey diyeyim. Bu dedik ki bura gel bu çıxarılışı vereyim. Çıxarılışı birinci qruplara lazımdır. Diğer qruplar hazır düstur olaraq öyrənsələr lazımdır. Elə birinci qruplarda hazır düstur kimi bilmədilər, amma çıxarılışı göstərirəm də sənə. Çıxarılışı göstərirəm ki, sənə hardan gəlir. Konusun yan səthinin sahəsinin çıxarılışı. Onu göstərirəm. Çıxarış göstərə bilərik də. Deməli, bax, sektorun, bax, bu sektordur, bu sarı ilə işarə edelim. Bu sektorun qövsunun uzunluğunun bütöv çevrənin uzunluğuna nisbəti.
Sektorun, yazıram bura sözlə. Sektorun qövsünün uzunluğu, elə sizə doktor mət atmışam, orada da çıxarılışı veriblər. Sektorun qövsünün uzunluğu, görək bu hissə çevrənin hansı hissəsini təşkil edir? Sektorun qövsünün uzunluğunun bütöv çevrənin uzunluğuna nisbəti. Bu çıxarılışdır ay uşaqlar. Sektorun qövsünün uzunluğu görürsünüz də nə qədərdir? 2 pi r. Bəs bütöv bu çevrənin uzunluğu nə qədərdir? Bu çevrənin radiusu buradakı bu L-dir. 2 pi L-dir. 2 pi'lər getdi, R bölünsün L qalır. Bu çevrənin, deməli bu sektor çevrənin R böl L hissəsini təşkil edir. Çevrənin, bu dairənin sahəsi pi R kvadratıdır. Dairənin sahəsi, daha doğrusu pi L kvadratıdır. L durur axı burada. Pi L kvadratıdır. Onun da R bölünsün L hissəsini tapanda, L'lərdən biri gedir, qalır pi R L. Çıxarılışdır. Birinci qruplar burada diqqətli olmalıdırlar. Çıxarılışı bilməlidirlər də bu hardan gəlir. Digər qruplar isə özlərinə qeyd edirlər. Digər qruplardan da kimdə hansısa uşaqlar olur. Məsələn deyir ki, mənim hardan gəldi? S-yan bərabərdir. Konusun yan səthinin sahəsinin açılışı. Pi R L. Pırıl pırıl. Konusun yan səthinin sahəsi. Pırıl pırıl. Pi R L. Pi bildiyimiz sabit ədəddir. 3,14'dür. R konusun oturacağının radiusudur. L doğrandır. Bir daha üstündən keçərək deyək. Bu bizim konusumuz. Konus dedik ki, düzbucaqlı üçbucağın bir kateti ətrafında fırlanmasına alınır. Əgər hansı katet ətrafında fırlanırsa, bax ora hündürlükdür. Hansı katet ətrafında? Məsələn, H-ın ətrafında fırlanıram. Burada A katetidir. H-ın ətrafında fırlanıram. Onda buradakı yaranan bu figur konusdur. Sildim ki. Deməli, düzbucaqlı üçbucağın bir kateti ətrafında fırlanmasından dedik konus alınır. Hansı katet ətrafında fırlanıramsa, o başına dolanın misalı buna yaqaşan misaldır. Burada adı. H qalır, onun ətrafında fırlanır. Bu oldu konusun hündürlüğü. Bu oturacaq çevrəsinin radiusu. Burada radiusdur. Bura konusun doğranı. Buna doğran dedik. Buradan dərhal bir Pifagor elədik. H kvadratı plus R kvadratı bərabərdir L kvadratına. Konusun yan səthinin açılışı çox vacibdir. Konusu buradan qayçı ilə kəssən. Konusun yan səthinin açılışı dairə sektorudur. İspatı falan bilməsən belə sadəcə dairə sektoru olduğunu bil. Və bu dairə sektorunun bu konusla nə əlaqəsi var? Dairə sektorundakı sektorunun radiusu konusun doğranıdır. Dairə sektorunun radiusu konusun doğranıdır. Bunlar eldir. Dairə sektorundakı olan qövsün uzunluğu konusun oturacaq çevrəsinin uzunluğudur. Yəni bura 2 pi r'dir. 2 pi r. Bu belə. Dedik ki, konusun oturacağı dairə olduğuna görə S oturacaq bərabərdir pi r'in kvadratı. Konusun yan səthinin sahəsini çıxartdıq, verdik sizə ki, konusun yan səthi pırıl pırıldır.
Pi r l konusun yan səthinin sahəsidir. Konusun tam səthinin sahəsi S tam. Konusun tam səthin sahəsini istəyirsənsə, konusun tam səthin sahəsində nə var? S yan var, plus S oturacaq. S yan plus S oturacaq. S yana yazaram pi r l, S oturacağa yazaram pi r'in kvadratı. Hər ikisindən olan pi r'i istəsən çıxart çölə, qalsın L plus R. Konusun tam səthinin sahəsi. Konusun həcmi. Konusun həcmi. Həcmi. Nə oldu senin? Konusun həcmi. Ümumiyyətlə, uşaqlar, bir təpəli olanlarda biz sizlə gedə keçəcəyik də, piramidada keçəcəyik də. Piramidanın bir təpəsi var da. Piramidalar da keçəcəyik. 4 bucaqlı piramida, 3 bucaqlı piramida və s. Bir təpəli olanlarda həcmdə 3də 1 var. Özdə hamısının həcmi belədir. Həmsinin konusu da bir təpəlidir də. 3də 1 S oturacaq vurulsun H. 3də 1 S oturacaq vurulsun H. Və ya S oturacağı bilirsən də sən. S oturacaq pi r kvadratıdır. 3də 1 pi r kvadratı H. Buna deyəcək konusun həcminin hesablanması. Konusun həcminin hesablanması bu biraz digər fəza fiqurlarının kombinasiyalarından çıxan nəticədir. Çıxan nəticədir. İsbatına ehtiyac görmür. Lazım deyil. Elə bil ki, konusun həcmini 3də 1 pi r kvadratı H və ya 3də 1 S oturacaq vurulsun H kimi tapılır. Bu belə. Konusun ox kəsiyi. Ox deyəndə bu hündürlük var ha bura. Bura konusun oxu adlanır. Konusun oxu adlanır. Konusun ox kəsiyi deyəndə o dairə sektorunu yenə təkrar edib deyəcəm sizə. Əsas məsələlərdən biri. Konusun oxundan keçən müstəviyə konusun ox kəsiyi deyilir. Bax, bu sənin konusun. Bu bizim konusumuz. Oxdan keçən bir müstəvi çəkirəm. İndi şəkili, məsələn, mən belə çəkirəm bir dəfə, sonra şəkili dəyişdirərəm sənin üçün. Oxdan keçən müstəvi, məsələn, bu müstəvi. İstəyirsən, gəl şəkili bir dəfə də başqa cür çəkək. Oxdan keçən müstəvi deyəndə, bax, buradakı yaranan bu üçbucaq var ha. Bu konusun, bu üçbucaq, konusun ox kəsiyi adlanır. Bu üçbucaq konusun nəyə adlanır? Ox kəsiyi. Burada yaranan bu üçbucaq. İstəyirsən, gəl şəkili bir dəfə də sənin üçün başqa cür çəkim. Biraz fərqli olsun. Məsələn, oxundan bir dənə başqa cür müstəvi keçirirəm. Konusun oxundan keçən müstəvi. Bax bura. Konusun oxundan keçməlidir. Yəni, hündürlükdən keçməlidir. O, hündürlüyü təsvir eləmədim. Hündürlük var burada. Mütləq şəkildə oxundan keçən, yəni hündürlükdən keçməlidir. Bir müstəvi. Konusun konusun neçə dənə belə müstəvi keçirmə olar? Konusda neçə belə müstəvi keçirmə olar? Sonsuz sayda. Sonsuz sayda belə müstəvi keçirmə olar. Sonsuz sayda belə müstəvi keçirmə olur. Nə qədər istəyirsən keçirt də. Sonsuz sayda keçirmə olar. Ona görə özünüzə qeyd edə bilərsiniz ki, konusun neçə, buna deyirlər simmetriya müstəvisi. Ox kəsiyinin. Konusun sonsuz sayda
sayda simmetriya müstəvisi var. Simmetriya müstəvisi. Gəlin bu ox kəsiyinin sahəsini tapaq. Göründüyü kimi ox kəsiyi bir düzbucaqlı üçbucaqdır. Və biz bu düzbucaqlı üçbucağın sahəsini çox rahatlıqla tapa bilərik. Yazarıq ki, S ox kəsiyi bərabərdir. S ox kəsiyi bərabərdir. Üçbucağın sahəsini necə taparsan? Oturacaq bura 2R. Vurulsun hündürlük. 2R vurulsun H bölünsün 2. 2 dənə R vurulsun H bölünsün 2. Bu da oldu RH. Silindirin ox kəsiyinin sahəsi RH. RH. Bunlar belə. Bunlar belə. Ox kəsiyi də ümid eləyək sizin üçün aydındır. Nə qədər ox kəsiyi keçirmə olar sonsuz sayda. İstəyirsən ki, bir dənə də ox kəsiyi keçirək buradan. Görək, şəklimiz pis olmasa sayar. Yox. Bax, qırmızı ilə çəkdiyimi bilmirəm, şəkil qəşəng oldu yoxsa yox. Bax, bu da ox kəsiyidir. Oxundan keçən bir müstəvin. Silindirin, konusun belə sonsuz sayda ox kəsikləri mövcuddur. Sonsuz sayda, yəni simmetriya müstəvisi mövcuddur. Və ox kəsiyinin sahəsini dedik ki, üçbucaqdır, RH kimi sağdır bunlar. Bir dənə bunu nəzərə almaq lazımdır ki, ox kəsiyi bərabər tərəfli üçbucaq olan konusa bərabər tərəfli konus deyirlər. Başqa cür də ifadə eləmək olar. Bərabər tərəfli konus. Bərabər tərəfli konus hansı olacaq? Ox kəsiyi bərabər tərəfli üçbucaq. Bərabər tərəfli üçbucaq. Nə demək istəyirəm? Biraz açıq danışsaq belə. Ox kəsiyi, məsələn, götürürəm, oxundan keçən müstəvi də. Ox kəsiyi deyəndə, məsələn, buranı nəzərdə tuturam. Bu üçbucağı nəzərdə tuturam. Bu bərabər tərəfli üçbucaq olmalıdır. Aşkardır ki, bura 2R'dir. Onda doğuran da nə qədər olmalıdır? 2R. Ox kəsiyinin bərabər tərəfli konusda L nəyə bərabər olmalıdır? 2R. Bərabər tərəfli konusda L 2R-ə bərabər. Bunu başqa cür də ifadə edirlər. Başqa cür sözlə necə ifadə edə bilərəm? Deyə bilərəm ki, bərabər konusun ox kəsiyi onu dedik. Bərabər tərəfli üçbucağın tərəfi ətrafında fırlanmasından alınan fiqur yox, bərabər tərəfli konus deyil. Bura bax, sizi saçdırmasın ha. Bərabər tərəfli üçbucağın indi 2023-də düşən suala baxacağız bundan. Bərabər tərəfli üçbucağın tərəfi ətrafında fırlanmasından bərabər tərəfli konus alınmır. Yaranmır. Çaşdırmasın səni. Konus yaranmır. Bax, bir bərabər tərəfli üçbucaq götürək. Bir bərabər tərəfli üçbucaq götürək. Bunun bütün tərəfləri bərabərdir. Hamısı da olsun A. Bunun bir tərəf ətrafında, bax, buradan tut. Buradan, qırmızı ilə dedim. Bu aşağıdakı A tərəfindən, baba aşağıdakı qırmızı xətlə xəttədim. Bunun ətrafında bunu fırlat. Təsəvvürü gətir ki, necə olacaq fiqur. Əgər bunun ətrafında fırlansa bu, bunun ətrafında fırlansa,
Fırlanma belə olacaq. İki dənə konus yaranacaq. Bərabər tərəfli üçbucağın bir tərəfi ətrafında fırlanmasından iki dənə konus yaranır. İki konus yaranır. Həmin konusda buradan bura qədər bərabər tərəfli üçbucağın nəyi idi? Hündürlüyü. Bu konusun nəyi olacaq? Oturacağının çevrəsinin radiusu. Bu konusun hündürlüyü haradır? Bax, buradır. Bura hündürlüyüdür. Söhbət gedir sağdakı konusdan. Buna ait sualı birazdan işləyərik. Bax, yanaşıb belə bax, ayrı bax. Ayrı baxsan görəcəksən ki, bu bir konusdur. Bu bir konusdur. Yəni demək istədiyim bərabər tərəfli üçbucağın bir tərəfi ətrafında fırlanmasından iki eyni konus alınır. İki eyni konus alınır. Danışaq. Birazdan bunlara ait nümunələr göstərəcəyik hamısını sizə. Uşaqlar, sadəcə izah olan hissəni verirəm sizə. Bərabər tərəfli konusda getdi. Danışaq konusun müstəvi ilə kəsiyindən. Yəni ona deyəcəyik kəsik konus. Kəsik konusunun düsturlarında əzbərə bilməliyik. Kəsik konus nədir? Təsəvvür ki, bir konus çəkirəm. Bunu müstəvi ilə kəsirəm. Oturacağa paralel müstəvi ilə kəsirəm. Oturacağa paralel müstəvi ilə kəsirəm. Bura balaca yer olsun, burada böyük yer olsun. Burada nə baş verəcək? Müstəvi ilə kəsəndən sonra. İndi vizual şəkili sizə şeydə görsədim də. Bircə dəqiqə bunun şəklini görsədim. Kitabda çəkmişlər, gördüm. Konusu müstəvi ilə kəsir. Bax, bax. Düz dairəvi konusun oturacağına paralel müstəvi ilə kəsilməsindən alınan kiçik konus və kəsik konus alınır. Görsən, fikir verirsən, buradan bir dənə müstəvi keçirtdilər konusdan. Kəsdilər, bu papağı ayırdılar buradan. Papağı ayırdılar, yerdə qalan bu aşağıdakı fiqur. Bax, bu kəsik konusdur. Kəsik konus bax budur. Konusu müstəvi ilə kəsdin. Müstəvi ilə kəsdin, yarandı kəsik konus. Kəsik konusun bunlar paralel müstəvi olmalıdır. Təbii ki, kəsik konusdan danışırıqsa, bunu oturacağa paralel bir müstəvi ilə kəsməlisən. Oturacağa paralel müstəvi ilə kəsməlisən. Və bundan əlavə, burada məlum şeylər var da. Məsələn, bu üst oturacaqdır. Yazıb, bax, sözlə də yazıb. Alt oturacaq buradır. Yenə də burada konusun doğranı, bax, bura konusun doğranıdır, yan xətlər, bax, bunlar konusun doğranlarıdır. Və bizə lazımdır, məsələn, konusun özünün yan səthinin sahəsinizi tapdıq. PRL, pırıl-pırıl. Bəs kəsik konusun yan səthinin sahəsi. Kəsik konusda axı bir dənə radius yoxdur. Kəsik konusun S kəsik konusda kəsik konusun yan səthinin sahəsi olacaq P R plus R L. P R plus R L. Bunu da qeyd edin özünüzə. Kəsik konusun yan səthinin açılışı. Yan səthin sahəsi. Kəsik konusun yan səthinin sahəsi P R plus R L'dir. Bu şəkildədir. Bunu özünüzə qeyd edin və həcminə keçək. Orada balaca ilə böyük yer hansıdır ki? Balaca yer yuxarıdakıdır. Buradadır balaca yer. Yuxarıda. Burada. Burada balaca yerdir. Burada isə
Burası isə nədir? Böyük yer. Axı kəsik konusda 2 dənə dairə yaranır. Biri altda, biri üstdə. Elə deyil. Buna görə biri Bildim altda, müəllim. biri oldu belə. Deməli, kəsik konusun yan səthinin sahəsi S yan pi r plus r l'dir. Kəsik konusun həcmi Range Rover olar. Gəl baxaq. Və kəsik konusu üçün bərabərdir. 3/1. O birisində nə idi? Əsl konusda 3/1 pi r kvadratı h. Bunda 3/1 pi h r kvadratı üstünə gəlinsin r Range Rover. Bir də üstünə gəlinsin balaca r-in kvadratı. Bunların isbatları çox uzundur. Bilək, bunu bilək uşaqlar, bunu bilək. 3/1 pi h r kvadratı r plus r kvadratı. Biz sizlə kəsik piramida keçəcəyik. Çox oxşardılar. Kəsik piramidada da var, həcmin hesablanmasına aid üstur. S kvadratı SS plus onu da yenə də radiusla şeylə yazmaq olar. Onu da kəsik piramidada keçəndə deyəcək. Kəsik konusunun həcmi. Böyük ehtimal ki, buraxılış üçün, söhbət buraxılışdan gedir. Kəsik konusdan falan sual tipi olmayacaq. Konusdan aid, silindrə aid, kürəyə aid sual tipi çox rahatlıqla sual tipləri çoxdur burada. Amma biz hər halükarda hazırlıqlı olmalıyıq və məsuliyyətli olmalıyıq. Hər hansı şagird imtahana gedir və bunu bilmirsə, bu işə biabırçılıqdır. Yəni, bunu bilməlisən ki, onsuz da hazır sual veriləcək sənə, atacaqsın yerinə, qutaracaq gedəcək. Hazır sual verilir də bunlara aid. Hazır sual verilir. Görək burada bir dənə nümunə yazıblar. Buna baxaq məsələn. Kəsik konusun doğranı 13 santimetr. Bakın yanında qeyd ediblər. Doğran 13 santimetr. Oturacağın radiusları bax qeyd ediblər ikisində. Balaca yeri qeyd ediblər 3, böyük yeri qeyd ediblər 8. Tərsinə çevirib yazıblar da. Mən indi altdan yuxarı çəkirdim. Bu belə çəkir. Bizə deyir tam səthinin sahəsi və həcmini hesablayın. Tam səthinin sahəsi və həcmini hesablayın. Aydındır ki, konusun biz kəsik konusun tam səthinin sahəsindən danışmadıq deyəsən, hə? Kəsik konusun yan səthinin sahəsindən danışdıq. S yan bərabərdir. Pi r plus r l. Kəsik konusun tam səthinin sahəsi. Kəsik konusun tam səthinin sahəsi nə deməkdir? 2 dənə S oturacaq var. S oturacaq 1 plus S oturacaq 2. Bir də S yan var da. S oturacağın biri pi r kvadratıdır. Digəri balaca pi r kvadratıdır. Bir də yan səthin sahəsi də bax budur. Pi l r plus r. Bax bu olacaq kəsik konusun tam səthinin sahəsi. 2 dənə S oturacaq plus S yan. Bəs əsl konusda tam səthin sahəsi nə idi? Orada bir dənə S oturacaq var idi, bir dənə də S yan. Burası kəsik konusda isə 2 dənə S oturacaq var. İndi gətirib düsturlarda yerinə yazsam da S tam yazıblar. Bunun mənim yazımdan fərqi ondan ibarət ki, buradan götürüblər buradan pi-ri çıxardım, pi-ni çıxardıblar, görsən? Pi-ni çıxardıblar, yazıblar r kvadratı plus r kvadratı. Üstünə gəlsin pi-l vurulsun r plus r. Yəni kəsik konusun. Vəssalam da. Radiuslar var səndə. Doğran da var səndə. Gətirirsən, qoyursan yerinə. Bax, qoyublar. Doğran 13'dür, l 13'dür. R plus r. 8 o da 3 eləyər 11. Yazıblar 11. 13 vur 11 pi. Üstünə gəlinsin.
R kvadratı plus R kvadratı. 8'in kvadratı plus 3'ün kvadratı. Yazıblar. 216 pi. Bu olublar kəsik konusun tam səthinin sahəsi. Kəsik konusun burada Müəllim, həcmini də müəllim, soruşur. müəllim, onda belə çıxır ki, kəsik konusunun sahəsi tam konusun sahəsindən böyükdür. Nədir? Sizdə? Yəni kəsik konusun sahəsi tam konusun sahəsindən böyük olur. Niyə? Yəni düsturda daha çox R üstəgəl R olurdu mənim. Yox, həcmi demək istəyirsən yəqin ki sən. Bəli, müəllim. Həcmdə həcmi 3də 1 pi r kvadratı h-dır. Biri isə oturacağın müstəvisinin kəsmisən. Bəli. Bəli də yeni fiqur yaranır. Onun həcmi ondan böyükdür. 3də 1 pi h vurulsun. Yox, həcmi böyükdür deyəndə onun hündürlüyü də azalır da. Bəli, amma mən necə böyük olur? O mənə çatmadı. Hündürlüyü azalır da. Yox, heç hündürlüyünü azalır. Sən elə bilirsən ki, hündürlük yerində qalır. İstəsən bir dənə konuşsun, indi fikirləşib sənin dediyini taparaq. Yox, elə olmur. Hündürlüyü azalır, axı sən elə bilirsən ki, kəsik konusun hündürlüyü ilə əsas konusun hündürlüyü eyni şeydir. Onda eyni götürülmür da Ay, yox hündürlüklər. qardaş. Tamam, başa düşdüm. Eyni götürülməz axı. Tam konusda buradan bura götürülür. Kəsik konusda isə onun hündürlüyü. Kəsik konusunun hündürlüyü deyəndə hara başa düşürsən? Bax, bura. Bəli. Bura kəsik konusunun hündürlüyü. İndi burada həcm üçün əvvəlcə hündürlüyü tapılmalıdır. Bəli, bax. Çox önəmli faktdır. Həcm üçün əvvəlcə hündürlüyü tapılmalıdır. Bax, kitabda da qeyd olunur. Hündürlüyü tapmaq üçün də həmişə burada verilən məsələdə bura trapesiyadan istifadə edirsən. Bu trapesiya var ha, buradakı trapesiya. Bu trapesiyadan istifadə edirsən. İndi mən həmişə şəkili belə çəkmirəm. Bu kitabda belə çəkiblər. Mən tərsini çəkəndə daha qəşəng görsənir orada. Buradan bura bir dənə hündürlüyü endirirsən. Hündürlüyü endirdin. Əgər bura 3-dürsə, burada nə olur? 3 olur. Orada bura nə qaldı? 5. 12-dir, 5-dir. Burada Pifagor eləyib. Daha doğrusu 13-dür. Bura 13-dür. Burada 5-dir. Hündürlüyü nəyə bərabər? 12. Hündürlüyü 12. Əgər hündürlüyü 12-yə yazdığımı aşağıda da yazıblar da. Yazıblar da burada da. Buradan bura hündürlüyü endiriblər. Bura 5-dir. Bura 13'tü. Hündürlüğü tapıblar 12. Hündürlüğü 12 tapandan sonra ne inirsən ki? Bir tane düstura atırsan hesaplayırsan bunu. R kvadratı RR Range Rover plus balaca R'in kvadratı. Müəllim, mən atamam kvadrat niyə? Düsturun çıxarılışını sən ücə soruşursan. Düsturun çıxarılışı dərindir və əksəriyyət inteqralla bağlıdır. Oyda. Ümumiyyətlə fəzada olan çox o əyri xətlərlə hududlanmış fiqurların sahəsidir. Həcmləridir. Bax bunu mən sənə adi qayda ilə heç cür izah eləyə bilmərəm. Çünki bu ancaq və ancaq inteqraldan gələn nəticədir. Pi h bölünsün 3 r kvadratı plus rr plus r'in kvadratı. Bu inteqraldan gələn nəticədir. Mail konus bizə lazım deyil. Konuslarda oxşarlıq. O da heç. Başqa nə verirlər? Heç. Baxın, bizim mövzu izahımız bundan ibarətdir. Təbii ki, qalır suallara tətbiq. Suallara tətbiq. Məsələn, tutaq ki, mənim burada danışmadığım tiplər qabağımıza çıxa bilər. Hansı ki, həmin tiplərdən bir neçəsinə baxacağıq. Məsələn, konusun doğranı, bu konusumuz bizim. Konusun doğranı 2 kökdə 2. 2 kökdə 2. Bax, o ellər hamısı bir-birinə bərabərdir. Buradan nə qədər çəksən, hamısı bir-birinə bərabərdir. Onlar hamısı 2 kökdə 2-dir. Ox kəsiyinin təpə bucağı 90 dərəcə. Ox kəsiyi deyəndə təpə bucağı. Bax, bura nəzərdə tutulur. Ox kəsiyinin O təpə bucağı. təpədən çəkilənlər yandakı ellərə bərabər olur. Hamısı bir-birinə bərabər Bəli, olduğunda. Bəli. Ox kəsiyinin təpə bucağı 90 dərəcədir. Buranı verib 90-dır. 90 dərəcə veribsə oturacağın sahəsini soruşur. Nədir ki? Düz bucaqlı bərabər yanlı üst bucaqda. Bura A-dır, bura A-dır. Onda bura nə qədərdir? A kökdə 2. 2 kökdə 2-dir, 2 kökdə 2-dir. Onda aşağı nə qədərdir?
2 kökdə 2-nin kökdə 2 misli. 4. Aşağı 4-dürsə radius 2-dir. Bir oturacağın sahəsini tapın. S oturacağı necə tapırlar? Pi r-in kvadratı. Cavabımız 4 pi. İndi bax, məsələn, burada modulda x görmüşdüm. Modulda x hanı? Onu izah edeyim. Bax. Keçən il buraxılışa düşən sual nə idi? Sən deyim. Neydi? Yox. Yadımda qalan nə idi? Y bərabərdir modul x funksiyasının, sual verəydi. Funksiyasının 24 nə qədər uşaq yazmışdım buna görə. O y bərabər modul x funksiyasının OX oxu ətrafında fırlanmasından hansı fiqur yaranır? Fırlanmaya aid bu sual düşmüşdü. İndi kimi yanındadır. Fırlanmasından hansı fiqur yaranır? Fiqurun adını soruşur da. Bu sual 100% var idi. Hansı fiqur yaranır? Hansı fiqur yaranır? Uşaqlardan A variantı silindir. B variantı konus. C variantı kəsik konus. Hə. Buraxış dedik. Bəli, buraxılışa. Ben bu sualı verip birinci bloka düşmüştüm Halil. Buraxışı düşməmişdi. Bəlkə də blok yadımdan çıxıb. Birinci blok idi mənim. Birinci bloka düşmüşdü. Ola bilər, bəlkə blokdur, xatırlayıram. Sən bu sual düşmüşdü. D variantı, nə bilim, nəsə qoyublar. Bax, bizim uşaqları çaşdıran məqam bilirsiniz nədir? İki variant arasında qalmışdılar. Konus, kəsik konus. Kəsik konusu cavab. Modulda x funksiyasıdır. Modulda x funksiyası belə bir funksiyadır. Koordinat başlanğıcından da kəsr ola Hə, hə. bilməz. Bəli. Koordinat başlanğıcından deyil. Yəni bu müsbət tərəf üçün soruşurdu. Bax, bu tərəfi soruşurdu. Modul x koordinat başlanğıcından ay sağ ol. Bəli. Uyğun düzdürsən. Koordinat başlanğıcından buradan başlayaraq. O x oxu ətrafında fırladırsan bunu. O x oxu ətrafında fırladanda bu nə yaranır? Əlbəttə ki, konus yaranır. Niyə kəsik konus olsun ki? O x oxunun ətrafında fırladırsan. Nə yaranır? Konus yaranır. Bizim uşaqların müəyyən hissəsi kəsik konus yazmışlar. Niyə? Sırf topluda bu sual kəsik konus olacaq deyə. Bu sual ondan deyil axı. Bu sualda gör nə deyir? Deyir, modulda x funksiyasının biz modulda x funksiyasını ümid eləyək ki, hamı tanıyırıq ki, belə bir funksiyadır. Modulda x funksiyasının 2-5 parçasındakı 2 veriləndə 2 alır. 5 veriləndə 5 alır. Fiqurun qalan hissəsi yoxdur. 2-5 lazımdır bizə. İki 5 parçasındakı buranın apsis oxu ətrafında fırlanmasından alınan cismin həcmini tapın. Buranı apsis oxunun ətrafında fırlat. Bunu fırlatsan nə yaranacaq burada? Bu fiqur nədir? Kəsik konus. Kəsik konus. Bəli. Bunu fırlatsan kəsik konus alınacaq. Həmin kəsik konusundakı həcmini soruşur. Kəsik konusun həcmi də ki bizim üçün tapmağa nə var ki? Əgər düsturu biliriksə. 3/1 pi h r kvadratı plus Range Rover plus balaca r kvadratı. 3/1 pi verib 3. H hündürlük. Hündürlük buradan bura qədərdir. Hündürlük nə qədərdir? 3. R-in kvadratı bir dənə radius 2'dir. Bir dənə radius bizdə 5'dir.
5'in kvadratı plus 5 vur 2 plus 2'nin kvadratı. Yazırsan gedirsən nizamla. Müəllim, Bəli. o 2-5 vermədi deyə biz adi Necə? 2-5 götürmədi deyə adi konusu götürdük. Yəni 2-5-ə baxmadı deyə konusu götürdük də boş. Yox, Veya biz konus götürmək variantlar lazım. yazın. Biz kəsik konus götürürük. Variant oldu. Bax, bayaqki Dairələmişdi sualı ki. bilsən, Aha. bayaqki sual bəli. Bax, hardan başlayır bu fiqur? Koordinat başlanğıcından. Orada cümlələri tam yazmamışdı. Bu koordinat başlanğıcından başlayır, gedir. Sıfırdan Özü deyir koordinat başlanğıcı. hə? Koordinat başlanğıcı deyirdi, sualda deyirdi. Nə Sualda bildim. deyirdi. Sualı mən təqribi yadımda qalan deyə. Hansı sual yadımda qalır? Şagird əksəriyyət orada səhv eləyibsə, o mənim yadımdan qalır normalda. Ona Mənim görə bu sualda qrafikdə konus nəsə alındı. Onu bir dənə də çəkə bilərsiniz zəhmət olmasa. 105-ci sualda Bəli, qrafikdə çəkdiniz, onu soruşuram. hə, 105-ci sualda modulda x funksiyasıdır. Modulda x funksiyası belə bir funksiya olduğunu hamı bilir. Və 2-5 parçasında deyir mənə. Bura 2-dir. Buradan bura qədər də 5-dir. 2 veriləndə 2 alır. 5 veriləndə də 5 alır modulda x funksiyası. 2-5 parçasındakı qiymət mənə qalan yerlər maraqlı deyil. Qalan yerləri silib ataram. 2-5 parçasındakı yer qiyməti bax buranı. Onu sən təsəvvür eləməlisən artıq. Bax buranı x oxunun ətrafında fırladıram. O sənin Hə, təsəvvür... dərs deyəmi? Aha, Sabah olmuş. əsəbləşmə dostum. İçin mikrofon açıq idi. Bax, bu parça buranı götürüb neynirsən? X-in ətrafında fırladırsan. Buradan tut, fırlat. Fırlat. 2 əlini tut, bir əlindən buradan yapış. Bir əlindən buradan yap. X oxunun ətrafında sürətli fırlat. Fırladanda bura özünə bir çevrə çizacaq. Burada özünə bir çevrə çizacaq. Burada yaranacaq nə? Kəsik konus. Mənim bəs o hansındaydı ki, biz onu saxlayırdıq, o birisindən fırladırdıq. Amma burada təsbiq eləməyəcəyik. Düzbucaqlı üçbucağın bir kateti ətrafında fırlanmasından. Bəli, bundan da konus yaranır. Amma burada düzbucaqlı üçbucaq yox da. Ha, başa düşdüm mən. Qalar belə, bu isə belə. Mən sizə konusun açılışına aid sual görsədim. Ondan sonra başlayacağım kifayət qədər sual görsətməyə ki, heç kimin problemi qalmasın. Hələ baxım o hansı tərəf verir o söhbəti. Bir də bütün maillər. Görün burada bu kitabda şəkil verib əvvəldən. Uşaqlar, bir dənə də buna fikir verin. Düzdür, mən belə demədim tərifi. Amma belə də tərif var da. Buna fikir verin bir dənə bu tərifə. Hər hansı müstəvi fiqurunun nöqtələrini, məsələn, bir dənə müstəvi fiqurunun nöqtələrini, onun müstəvisini, məsələn, bir dənə çevrə götürürsən, hər hansı müstəvi fiqurunun nöqtələrini, hamısını, bunun nöqtələrini, onun müstəvisinə aid olmayan nöqtə ilə hamısı ilə birləşdirəndə yaranan fiqur nədir? Yaranan fiqur konus. Yaranan fiqur konus. Hamısını. Yəni sənə deyəcək ki, bir nöqtədən çevrəyə bütün mümkün maillər çəkilmişdir. Baba, burada sual var idi. Baba, suala bir dənə baxın.
Sual tipi olarak bil də nədir? Müstəvi üzərində olmayan nöqtədən bu müstəvi ilə 30 dərəcəli bucaq əmələ gətirən və uzunluğu 18 olan bütün maillər çəkilmişdir. Bir nöqtədən bütün maillər çəkilirsə, hamısı çəkilirsə, yaranan fiqur dediyim kimi nədir? Konus. Bütün mümkün maillər çəkilsə, yaranan fiqur konusdur. Yəni sən bir dənə konus çəkirsən. Konus çəkirsən. Deyirsən, adam sənə deyir ki, 30 dərəcə əmələ gətirsin. Bax, 30 dərəcədir. 30 dərəcə əmələ gətirir və uzunluğu da 18. Bu maillərlə müstəvi hissəsinin birlikdə əmələ gətirdiyi cismin həcmini tapın. Bu fiqurun həcmini tapaq. Konus olduğuna görə 3/1 pi r kvadratı vurulsun h-dır. 3/1 pi r-in kvadratı. Burada 60'dır. 30 dərəcəli bucaq qarşısındakı bu katet hipotenuzun yarısıdır. Bura 9'dur. 60'ın qabağındakı bu katet diğer katetin kökdə üstüdür. Bura 9 kökdə üstüdür. Radius 9 kökdə üstüdür. Onun kvadratı. 9 kökdə 3'ün kvadratı. Burası hündürlüğü yani 9. Hesabla geçsin. Sual tipi olarak aydındır. Deyəcək sənə müstəvi üzərində olmayan nöqtədən bütün mümkün maillər çəkilmişdir. Yaranan figur konus. Bir dənə bu yan səthin açılışına aid sual görsədeyim. Hanı yan səthin açılışı? Bir onu da görsədeyim. Məsələn, bura bax. Katetləri 6 və 8 olan düzbucaqlı üstbucağın kiçik kateti ətrafında fırlanmasından. Kiçik katet deyirsə, oxa qoyursan kiçik kateti. 6-8. O başına dolanım söhbətdə. Koydun, tamamladın. Figurun yan səthinin sahəsini tapın. Esyanı necə tapırdılar? Pırıl pırıl. Pi radius 8'dir görürsən. El neçədir el? Pifagora görə 10. Oldu 80. Bir dənə bu yan səthin açılışını. Allah. Bükülmədən alınan bir radiusu 18 santimetr. Bir mərkəzi bucağa uyğun dairə sektoru. Bax, bir dairə sektorumuzu çəkək. Dairə sektorudur. Dairə sektorunun radiusu 18'dir. Dairə sektorunun radiusu konusun nəyi idi? Doğranı. Doğranı. Dairə sektorunun radiusu konusun doğranıdır. Deyir 60 dərəcənin mərkəzi bucağa uyğun. Bura 60 dərəcədir. Bükülməsindən alınan konusun həcmini tapın. Biz bu konusun həcmini tapmalıyıq. Bax, uşaqların ən çox problem yaşadığı sual tipidir. Buna diqqətli olun və salam. Sən bu konusdan bu sektora keçidi bilməlisən. Bax, bu 18'i bildin. Ala, süper. Və sən bilməlisən ki, bayaq da sənə dedim, konusun oturacağının çevrəsinin uzunluğu, bax, bura bərabər. Bura nəyə bərabərdir? 2 pi r-ə bərabər. Bura 2 pi r-ə bərabər. 2 pi r-ə bərabər. R-dəki bax bu konusun r-idir. Bu hissəyə qədər problem var. O, bura qədər. Bunun çevrəsinin uzunluğu bu qövsün uzunluğudur. Yəni biz dediyi konusun doğru dairə sektorunun radiusuna bərabər. Mən onu tam tutmamışam, tam başa düşməmişəm onu.
Yəni başa düşməmisən, belə deyək də, ya gərək vərəqdən kəsib özün üçün sektor yaradırsan, onu bükəsən, belə başa düşəsən. Yəni götür özünə kəs, vərəqdən kəs bunu. Dairə sektoru kəs, sonra götür bunu bük. Bunu bükəndə konus alacaqsan, həmin bu sektorun radiusu konusun doğranı olacaq. Bir dairə sektoru kəs özün üçün. Kəsdin, dairə sektorudur. Vərəqdən kəs. Vərəqdən kəs, onu bük. Onu bükəndə qatdalayacaqsan da bükərsən. Bükəndə bura keçəcək olacaq konusun radiusu. Konusun. Deməli, konusun doğranı dairə sektorunun radiusudur. Bura 18 ise burada 18. Konusun çevrəsinin uzunluğu dairə sektorunda qövsün uzunluğudur. İndi bura bax. 60 dərəcəlik qövsün uzunluğunu ümumiyyətlə qövsün uzunluğu düsturu necədir? Pi alfa bölü 180. Ay yaşa. Pi R dediğimiz bu çevrede R neçədir dədə? 18. Vurulsun alfa. Alfa neçə dərəcədir? 60. Bölünsün nəyə? 180. 180'da. Bu nəyə bərabərdir? 2 piyerə. Razısınız? Bəli. Başa düşməyənə bir daha deyək. Problem deyil. Tamamlayaq. 18'den bu 10. Alfa 60'da 60'ı 10'a böldün 6. 2 R bərabərdir 6. R bərabərdir 3'ə. Deməli bu radius 3 imiş. Lap buranı başa düşməyənə düsturlaşdırıb vermək olar. Mən istəmirəm hər şeyi düsturlaşdıraq. Bizə nə soruşurdu o sualda? Uşaqlar sualı sildim buradan. Nə soruşurdu? Həcmi soruşur deyəsən mən. Həcmin soruşurdu və salam da. V bərabərdir 3/1 pi R kvadratı H. Yazdım tutardı. Qəşəng sualdır amma mənim. Hə? Qəşəng sualdır. Bəli, bizim uşaqlarımızın ən çox əziyyət çəkdiyi sual tiplərindən biridir. Sadəcə bir dənə tutmaq lazımdır ki, mən bayaq ona görə özümü öldürürdüm ki, bax şagird bir dənə tutmalıdır ki, dairə sektoru ilə məsələn qayda kitablarında düsturlar yazıblar, amma düsturlar o qədər düstur öyrənmək lazım deyil. Dairə sektorundan Dəqiqən. sektordan konusa keçir. Uğur nətər başa düşmədin? Deyirəm ki, bunu əzbərə bilsək də olar da belə şey kimi. Əzbərlə də qədə qardaş. Onsuz da ki nədir onun adı? Çıxarılışı lazım deyil. Sənə deyirəm ki, konusun, bu çevrə, bu sektor. Sektorun bu radiusu bura, konusun doğranıdır. Və sözlə də yazdırdım. Sektorun radiusu konusun doğranıdır. Bax, buradır. Burada radius desəm, R desəm, burada nəyə bərabərdir? 2 piyerə. Bu keçidi bir dənə tut ki, bu keçidi tutsan, həm çevrə ilə işləyib, həm də konusla işləməyi bacaracaqsın. Məsələn, Onda qövsün uzunluğu elə bərabərmiş orada. qövsün uzunluğuna elləri qatma da sən. Elə radius. 2 piyer başa düşmürəm nə dedin. Deməli qulaq as da, qulaq as. İndi təkcə bu sual üçün demirəm. Mən burada danışdığım hər şey hamısı üçün aiddir. Hamısına aid. Radiusu 18. Radius 18. Radius 18 verib. Buranı verim 18. Dərhal dairə sektorun radiusunun 18 olmağı konusun doğranının 18 olmağı deməkdir.
Sektorun radiusu konusun doğranıdır. 18 ise burada 18. Gitti. Ona neye geldi? Neyse bir tane geliyoruz lan. Neredeyse çıktı burada. Ha. Bu sual tekrar izah edeyim bir tane. Bu sual tiplerinden başka da var. Onları da izah edeceğim. Deməli, dairə sektoru ve bir konus ve bir konus. Dairenin radiusu 18. Radius 18'dir. Bunlar 18 ise dedik ki bunlar da 18'dir. Danışdıq, yekunlaşdırdıq. 60 dərəcəli mərkəzi bucaq. Buranı verib 60 dərəcə. 60 dərəcə. Dərhal buranın uzunluğunu tapıram. Buranın uzunluğunu necə tapacam? Uzunluğu tapacam. Pi r alfa bölü 180. Uzunluğu belə tapırlar. Qövsün uzunluğu. Aramızda bunu bilməyənlər varsa qövsün uzunluğu. Çevrədən bilməliydilər. Pi r alfa bölünsün 180. Pi radius burada 18'dir. Alfa 60 dərəcədir. Bölünsün 180. Bura bizdə nə qədər elədi? 6 pi. Bu qövsün, buradakı bu qövsün uzunluğu 6 pidir. Bu qövsün uzunluğunun bu konusla nə əlaqəsi var? Konusun oturacağının çevrəsinin uzunluğu bura bərabərdir. Konusun çevrəsi 2 pi r'dir uzunluğu. R burada. Bu bərabərdir 6 pi'ye. Radius oldu 3. Konusun həzmini sor. Uşaqlar aydındır yoxsa yox? Aydındır müəllim. Sizə çatmayan hissə hara varsa sual verə bilərsiniz rahatlıqla. Bu keçidi tutsaz olacaq əla. Mən istəmirəm düstur yazam. Düstur da yazma olar aslında. Radian ölçüsü ilə də dərəcə ölçüsü ilə də lazım deyil. Hə, görək kimlərimiz qalıb. Bizi dinləyir. Lap yaxşı. Tutaq ki, başqa sual. Başqa görək. Fərqli ola biləcək sualları izah edeyim. Sonra da demək olar ki, hamısını izah edəyəm. KTT ətrafında fırlanmasından demək olar ki, bəli, o sual tipləri dondurmalar nədir? Dondurmaları da istəsəniz izah edəyədir. Necə bu dondurmanı izah edeyim? Konus şəklindəki dondurma qabının ağız hissəsinin radiusu 3 cm. Hündürlüyü isə h. Bura 8 cm-dir. Buradan bura qədər radiusdur. Bura 3 cm-dir. Burada radiusdur 3 cm. Dondurmanın qabdan kənarda olan hissəsinin həzmi 16 pi. Bu deyil mi? Yuxarıda olan. Buranın həzmi 16 pi. Onun ümumi həzmini tapın. Onda rahat imiş ki, ümumi həzmi necə tapırlar? Bu konusun həzmini tapaq. Buradakı bu konusun həzmini tapaq. Onun üstünə gələ yuxarıdakında. Konusun həzmini 3/1 pi r kvadratı h kimi taparam. 3/1 pi r radius 3'dür. Kvadratı da 9'dur. Vurulsun h hündürlüğü də verib də 8.
24 pi. Üstünə də gəlirsən üstdəkini. Nə qədər elədi? Razılaşdıq uşaqlar bundan. Elə bildim maraqlı olacaq. Maraqlı deyilmiş. Hansısa nöqtələri başa düşməyəndə mütləq şəkildə sual verin. Problem yoxdur. Da 2023'e düşmüştü buraxılışa. Uşaqlar saxlamışdı bu sual. Tərəfi 6 olan. Deməli, məsələ nə idi? 2023'e buraxılışa düşmüşdü. Amma biz uşaqlarla işləmişdik. İndiki kimi yadındadır. Hətta uşaqlardan bir ikisi çıxıb dedi ki, müəllim biz bu sualı işləməmişik, heç görməmişik bu sualdan. Amma sual bizdə var idi əlimizdə. Online dərsdə işləmişdik. Zəhra adında bir dənə şagirdim var idi. Zəhra skrin eləmişdi, saxlamışdı. Sonradan göndərdi. Falan bir nesəsində kişi işləmişik. Sonradan göndərdi. Tərəfi 6 olan bərabər tərəfli üçbucağın bir tərəfi ətrafında fırlanmasıdır. Bunu bayaq sizə dedim. Bərabər tərəfli üçbucaqdır. Tərəfi də 6'dır. Burada 6'dır. Bir tərəfi ətrafında fırlananda nə yaranırdı? 2 dənə Konus. konus yaranır. 2 konus yaranır. İki konus yarandı. 2 dənə bir-birinə bərabər konus yaranır. Fırlanmadan alınan figurun həzmini tapın. 2 dənə bir-birinə bərabər konus yarandısa, mən bu konusun həzmini tapıram. Onu vururam 2'yə, ümumi figurun həzmini tapıram. Normalda konusun həzmi 3/1 pi r kvadrat h-dır. Amma mən bu figur üçün nəyi tapıram? 3/2'ni. 2'yə vururam da figur üçün. 3/2 pi radius lazımdır mənə. Mənə buradan bura qədər bərabər tərəfli üçbucağın nə idi? Hündürlüyüdür. Hündürlüyüdür, bəli. Bərabər tərəfli üçbucağın hündürlüyünü a kökdə 3/2 kimi tapırıq. Yəni 6 kökdə 3/2'dir. Yəni 3 kökdə 3'dür. Bura 3 kökdə 3'dür. 3 kökdə 3'dür. Bəs buradan bura qədər nədir? 3. Burada 3. 3'dür. Hündürlüyü 3'dür də yan baxda. Bir dənə başını əy. Başını belə əy. Əy bax. Yavaş boynum qırıldı. Pi r kvadrat h. Radius neçədir buradan? 3 kökdə 3. Kvadratı vurulsun h. H neçədir? H. 3. Sual vermək istəyirsiniz verin. Buraxılış üçün çətin sualdır elə. Mənim sol tərəfdəki 3 də elə H kimi götürmək olar da. Sol tərəfdəki 3. Hə də. Bərabərdir. Deməli, buraxılış üçün hə. Bu sualı izah eləyəndə də uşaqlar demişdilər ki, əşki müəllim belə sualın nə işi var buraxılışda 2023-də. Gəlib düşdü onlara. Ona görə deyirəm ki, ehtiyat eləmək lazımdır. Həmin yeri çətin idi. İnşallah ki, düşməsin. Mən də bir söz demirəm. Yox, düşsün. İşlədik də. Hər işləyə yanında qalmış. Ona görə də ehtiyatlı. Müəllim, bayaq siz dediyiniz kimi bu buraxılışda elə bir şey daha çox, məsələn, düsturu yerinə qoy, hesabla. Yəni bu tipli sualların düşməsi daha çox düzülməliyim. Hə, daha çox üstünlük belə olur, bəli. Daha çox üstünlük belə olur. Biraz o ətraflılar yaxşı olur. Eyni sualları alırlar müəllim. Hə. Ətraflıdan da düşmə ehtimalı buraxılışa var, yəni ətraflı olanlar. Bəli. Deməli, sənə bir söz deyim də, eyni sual düşə bilir. Məsələn, çünki yadımdadır ki, mən o 2023-də bu sual düşəndə bunun bir versiyası əvvəlki illərdə var idi.
Düzdür, bizim toplu köhnə idi. 2019 idi, hələ yenilənməmişdi. 2019 idi. Toplu yenilənməmişdi. Amma biz əvvəlki illərin buraxılışlarını işlətmirik uşaqlara imtahana yaxın. İmtahana yaxın bu sualı biz işləmişdik PDF-lərdən. O qrupa da dünən bir dənə PDF göndərdim, həmin PDF-lərdən. Düzdür, həmin vaxtı PDF-lər başqa cür idi, indi başqadır. Nəysə. Moduldan izah elədim. Sonra. Düzbucaqlı üçbucağın katetləri ətrafında fırlanmasından alınan cisimlərin yan səthlərinin fərqinin modulunu tap. Sən bilirsən də, düzbucaqlı üçbucağı bir dəfə 3 olan kateti ətrafında fırlat. Bura 3'dür, bura 4. Bir dəfə 3 olanın ətrafında fırlat. Bu fiquru al. Bir dəfə də deyir, katetləri ətrafında. Azərbaycanca bilirsən də. Katetləri ətrafında fırlanmasına alınan cisimlərin. Bir dəfə 4'ün ətrafında fırlat. Bir dəfə də 3'ün ətrafında fırlat. 2 cisim alacaqsan. Onların yan səthlərinin sayıdır. Bunun yan səthini PRL kimi tapırlar. Pi 3'dür, radius 3'dür. L'dəki neçədir? 5'dir də. 5'dir. Neçə eləyir? 45. 45. Bunun 3, 4 yenə də L5'dir. Bunda pi L. Pi 3'dür, radius 4'dür, L'dəki 5'dir. Nə qədər eləyir? 60. 60 ilə 45'in fərqinin modulu. Bu da aydındır uşaqlar. Aydın o. Bəli, müəllim. Ne yazıb? Konusun oturacağının sahəsinin ox kəsiyinin sahəsinə olan nisbəti konuslu oturacağının bu bizim konusumuz. Konusun oturacağının sahəsinin S oturacağı pi r kvadratı kimi tapılır. Bunun ox kəsiyinin sahəsinə olan nisbəti. Ox kəsiyi dedik RH-dır. Lap əzbərləməyə ehtiyac yoxdur. Ox kəsiyi gözünün qabağındadır. Bura 2R-dir. Burada H-dır. Ox kəsiyi deyəndə buradakı bu ox kəsiyi nəzərdə tutulur da 2R vurulsun H bölünsün 2. Yəni ox kəsiyi RH-dır. Ox kəsiyin sahəsinin RH-a olan nisbəti kökdə 3 pi-yə bərabərdir. Buradan pi-ləri ataram gedər. R-lərdən birini ixtisar eləyərəm. R-in H-a olan nisbəti kökdə 3. R-in H-a olan nisbəti. R-in H-a olan nisbəti əgər kökdə 3 uşaqlar. Buradakı üst bucağı görürsünüz. Bu üst bucağı. Yəni tangens 60 dərəcə olur. Bəli. Yəni R bərabərdir H kökdə 3-ə. R H kökdə 3'dür. Bura H kökdə 3. Bir katet o birisi katetin kökdə 3 misli nə vaxt olurdu? 30-60 söhbətində müəllim. Ay sağ ol. Bura 60 dərəcədir. Burada 30 dərəcədir. Ya yoldaş demişkən nə eləyə bilərik onu? Tangesini. 60'da 30'dur. Bizə gör nə deyir? Doğuranla oturacaq müstəvisi arasındakı bucağı soruşur. Doğuranla oturacaq müstəvisi. Doğuran budur. Oturacaq müstəvisi, yəni oturacaqla radiusda, doğuranın radiusda əmələ gətirdiyi bucaq. Buranı soruşur. 30 dərəcə. Sualda kimə qaranlıq qalan nöqtə varsa desin. Heç kim demir, yəqin hamıya aydındır.
katetlərin hipotenüslərindəki proyeksiyaları uşaqlar, katet məsələlərində şəkli belə çəkinəmişəm ki, görə biləsiniz. Katetin hipotenüslərindəki proyeksiyası. Düzdür, biz proyeksiya mövzusunu keçəcəyik sizlə qabaqda. Təzada. Orada yenə danışacağıq bunu. Üzbucaqlı üsbucaqda danışmışıq, yenə danışacağıq. Katetlərin hipotenüslərindəki proyeksiyaları 2 və 8. Bu A katetidir. A katetinin hipotenüsdəki proyeksiyası M'dir. A'nın hipodakı proyeksiyası siyasın M'dir. B'nin hipotenüsdəki proyeksiyası N'dir. Proyeksiyaları verib bizə 2 və 8. 2, 8 veribsə Evklidə görə dərhal H-ı tapaq. H kvadratı bərabərdir MN-ə. Onda H-ın kvadratı bərabərdir 16, H 4. H 4, bura 4. Deyir, düzbucaqlı üsbucağın hipotenüs ətrafında fırlanmasından alınan cismin həzmi. Bu düzbucaqlı üsbucağı hipotenüs ətrafında fırlatsam nə yaranacaq, ay uşaqlar? Konuslar müəllim. Konuslar, bəli, lar. Bayaqki sualdan da üçbucaq bir tərəfi ətrafında fırlanır. Bəli. Üçbucaq bir tərəfi ətrafında fırlananda 2 dənə konus yaranır. Alınan cismin həzmini tapın. Bu cismindəki həzmini tapmaq istəyirsən, bir dənə konusun həzmini tap, vur 2-yə. Məsələn, sarı ilə işarələdim. Bunun həzmini tapaq, vuraq 2-yə. Yəni, normalda həzmi 3/1 pi r kvadratı h kimi tapırdım. İndi 3/2 ilə taparam. Konuslar bərabərdir ki orada. Bəli, bərabər konuslardır. Yoxsa bərabər deyil. Yo, düz deyirsən. Bərabər deyil. Dostumuz düz deyir. Biri 4 2'dir, biri 4 8'dir. Aha. Bəli, düz deyir. Mən bayaqçı ilə səhv saldım bunu. Bayaqçında bərabər olurdu. Niyə? Bərabər tərəfli üçbucaq idi deyə. Burada bərabər olmur ki. 2 dənə konusun ayrı-ayrı həzmini tapaq. Mən sizə demişdim. Bəzən uşaqlar sual verirlər. Müəllim, indi bu oturacaq çevrəsi var ha. Hər ikisində var. Onu neyiniyək? Bir barmağı bir barmağın üstünə gəlsən belə, həcmdə demişdim ki, sizə onların həcmləri nə olur? Toplanır. Hatırlayırsınız bunu? Dediyim. Saha olsaydı, məsələn, oturacaq çevrəsini sansın, bir dəfə görün. Birincinin həzmini tapırsan, bu tərəfdə olana birinci deyək, bu sarı olana da ikinci deyək. Birincinin həzmi 3/1, pi dediyimizi verib 3, həzmi 3/1 pi r kvadratı h kimi tapırlar da. Hamısı məlumatlar vardı səndə. Pi 3'dür, radius. Burada radius neçədir, ay uşaqlar? 4. Radius 4. 4'ün kvadratı 16. Vurulsun h. Hündürlüğü nə qədərdir hündürlüğü? 2 müəllim. 2. Bəli. Bu konus üçün 2'dir. Üstünə gəlirsən ikinci konusun həzmini. 3/1 pi 3'dür. R'in kvadratı. Radius neçədir? 4. 4. 16. Vurulsun h. Hündürlüğü nə 8. qədərdir? Hesabla getsin. Sual tipi 2 mən aydın deyilsin, izah vereyim. Müəllim, mən bir dənə o şəkli qurmağı eləyəmədim. O hipotenüs üzərində fırlatdınız ha. Onu bilmədim necə Bucaq eləyərdiniz. bir tərəf ətrafında fırlanırsa, bax buradan tut bunun kəlləsindən buradan. Götür fırlat burada. Fırlat. Fırladanda bu bir dənə çevrə quracaq burada. Bəli. Təbii ki, bunlar da qurur da. Gərək onu animasiya ilə ChatGPT-yə versək görəsən verər. Əvvəl hələ gör neçənci ildə Araz kursları var idi o vaxt. Araz lisey. Mən də ora məzunuyum. Deməli, oxumuşam da, pulsuz oxumuşam onu. Yer tutmuşdum deyə pulsuz oxumuşam.
Deməli Araz nə vermişdi bizə? Bizə bir dənə flaşka vermişdi. Flaşkanın içində nə var idi? Fırlanma cisimləri necə yaranır? Animasiyalar var. O vaxt bizdə də şey yox idi. Flaşkanı hara taxdım? Taxmağa yer yox idi. Bir dənə şeydə var idi. Nənəmgildə bir dənə köhnə şey var idi. Ona taxmışdım. Orada da yarım yamalaq baxırdım. Ya yox idi də. Bir dənə litseyin özündə şey var idi. Orada qoşmuşduq. Animasiya görsədir. Bax bunun fırlanması var ha. Birinci yavaş-yavaş bunu fırladır burada. Elə bil ki, bura tərpənmir. Bura dayaqdır da, tərpənməzdir. Buradan tut. Bunu burada sürətli şəkildə fırlat. Və təsəvvürü gələcək ki, bu fiqur bu burada fırladanda bir çevrə yaradacaq. Bu da axı fırlanır. Bu da gəlir eyni zamanda fırladır. Yanacaq fiqur. Fiqurun yaranmasını o hissədə təsəvvür edə bilərsən. ChatGPT-yə versən görəsən bizə verər. Bunlarda olur. Vermədi müəllim, baxdım. Şəkil formasında verir, animasiya vermir. Aha. İnternetdən falan tapmaq olar məlumat olaraq, bəlkə də tapmaq olar. Gemini-də düzəltmək olar. Düzəltmək olar. Məsələn, o vaxt veriblərsə, bir gör mənə neçənci ildə veriblər. 10 il bundan qabaq veriblər onu. 10 il bundan qabaq onu düzəldən adam var idisə, gör biz nə qədər geriyik. Biz hələ bir dənə konusu belə çəkib təsəvvür edirik. Mən pul Müəllim istəyirəm. FET proqramı var, təcrübə üçün. Məncə orada olar. Hansında? FET proqramı var, təcrübə üçün fizika, biologiya və s. kimi müəllimlər bizə yəni orada təcrübə göstərirlər də, məsələn canlı orada. Məncə orada olar. Çünki bütün fənlər var orada. Hansı Proqramın adını proqramdır? yaza bilərsiniz onu. Yaza bilərsiniz proqramın adını. Yazarım. Çata yazarsan. Çata üçün mən də oxuyum. Hansı proqramda? Biz də düzəldək də. Mən hələ kardondan şeydən nədir onun adı? Kağızdan deyirəm ki, kəsin uşaqlar. Kəsin, götürün. Müəllim, ümumiyyətlə siz bu fəza fiqurlarını yəni başa düşmək üçün belə deyim də, yəni kəsib kardondan ya kağızdan belə baxmağımız, yəni onu daha məsləhət görürsüz belə 100%. müəllim? Təsəvvürün artacaq da, təbii ki. Təsəvvürün yaranacaq. Məsələn, Tutmaq bu üçün. silindrin, konusun yan səthinin açılışı. Götür, kəs bunu, silindr. Şeydən, kağızdan kəs, sonra bunu götür bük. Görəcəksən ki, nə yarandı? Ay, hə, belə kəsəndən sonra bükündü, düzdür. Bükdə bunu. Anladım. Bu formada kəs, sektor kimi kəs, bük onu. Yaxşı. Amma o fırlanma ki var ha, fırlanma ki var. Bunu təsəvvür eləməlisən ki, necə təsəvvür eləməlisən? Məsələn, deyirəm, düzbucaqlı üçbucağın bir KTT ətrafında fırlanmasından konus yaranır. Hesab elə ki, bu KTT bağlayıblar bura. Bax, bir dənə o yolda şeylər olur, işıq dirəkləri olur. İşıq dirəyinə bərkitmişəm bir dənə üçbucağı. Bir dənə üçbucağı bərkitmişəm. İndi buradan tut, fırlat. Bunun ətrafında fırlat. Təsəvvür elə də, fırlat buradan. Təsəvvür elə Turbanın ki, ətrafında belə fırladanda aşağıda çevrə olur. bəli, çevrə olur. Tək bu fırlanmır da. Bu burada fırlanır, bir çevrə yaradır. Bax, bu da fırlanır. Bu da fırlandığı üçün bu da gəlir də, bütün nöqtələri fırladır. Yaranır nə? Başa düşdüm indi. Mən belə başa düşürəm, sənə də belə çatdırmağa çalışıram. Bilmirəm, indi sənin təsəvvür eləməyin lazımdır da məsələni. Yox, müəllim, elə siz elə o işıq turbasını dediniz, elə mən başa düşdüm. Elə onun gözüm qabağında siz demiş, elə əlimdə bir dənə elə üçbucaq var, tutub belə fırladanda həqiqətən belə olur. Bəli. Çatdı mənə indi. Sonra sənə nə deyim buradan? Basatdır. Görüm bir dənə fərqli sual tipi var, yoxsa
Eyni sual tipləri Mən deyil. proqramın da adını yazdı. Pet Simulation. Budur. Şəkil də atıb. Hı -hı. Bir dənə də bu açılışa aid eləyək. Bunu eləyək, sonra açılışa aid sual işləyək. Görək bu sual nədir? Oturacağı 2 santimetr, oturacağının radiusu verib bizə. Oturacağının radiusunu verib 2 santimetr. Buranı verib 2 santimetr. Bizə deyir A10'u verib A10'u verib kökdə 5. Bizə deyir ki, konusun oturacağının AN, AK-nı deyir tap. Üçü də bilirsən ki, bir-birinə nədir? AN da, AK da bir-birinə nədir? Bərabərdir. Üçü də bir-birinə bərabərdir. Üçünü də nə ilə taparsan? Pifagor da bala. Pifagor elədin. Bunun kvadratı plus bunun kvadratı. Nə qədər elədi? 3. Dedim də bayaq sizə. Buradan çəkilən bütün xəttlər hamısı bir-birinə nədir? Bu maillər. Hamısı Bərabər. doğranlardır. Bəli, hamısı bərabərdir. Bu doğranlar hamısı bərabərdir. Bunu deyim, bunu. Konusun yan səthinin açılışı yenə gəldik bura. Konusun yan səthinin açılışı mərkəzi bucağı 288 dərəcə, radiusu 25 olan dairə sektorudur. Dairə sektoru çəkirəm. Radiusu 25 santimetr. 288 kör buzadı. Gələ biraz daha geniş çəkərdim. Ev yox da. Buraya 288 yazıram. İnciməzsən yəqin ki. 288 yazıram. Dairə sektorudur. Konusun həzmini tapın. İndi konus çəkirsən qıraqda. İndi konus çəkirsən qıraqda. Bu dairə sektorundan bu konusla əlaqələndirə bilərsən. Bura radius, bunun radiusu bunun doğranıdır. Yazdın 25'leri, yazdın. Bura, bu qövsün uzunluğunu tap. Get bu qövsün uzunluğunu tap. Baba, qövsün uzunluğu. Çevrədə qövsün uzunluğunu, qövsün uzunluğu. Pi, R, alfa bölünsün 180 kimi tapılır. Pi, radius 25, bucaq 288, bölünsün 180. Hesablayaq. Hesablayaq. Kim hesablayır? Hesablasın görək. Avucum bu kalkülatora. 40 deyilməm, 40 deyilmə. İxtisar eləyəndə. 40. Hə, 40 etməlidir, səhv etmirəmsə. Elədi 41. Bura nəyə bərabərdir bura? Bu 41 nəyə bərabərdir? Bunun konusla nə əlaqəsi var idi? Uzunluğudur da çevrənin. Uzunluğu idi. Konusun çevrəsinin uzunluğu 40 pi olmalıdır. Çevrənin uzunluğunu necə tapırlar? 2 pi r. 2 pi r dediğimiz nə qədərdir? 2 pi r daha doğrusu 25 nədir? 1 başqaşdır. 2 pi r. Bilə getdi. Radius nə qədər elədi dostum? 20. 20. Radiusu 20'dir. Konusun həzmini tapın. Konusun həzmi üstə 1 pi r kvadratı. Kvadratı. H. 20 kvadratı. H nə qədərdir h? O da 615 mənim. 15'dir. 15. Все. Uşaqlar, burada mənə sualı vermək istəyirsinizsə verin. Mənə aydındır.
Mənə də aydındır, heç problem yox. Lap gözəl, lap gözəl. Biz baxaq hansına. Bərabər yanlı trapesiyanın simmetriya oxu ətrafında. Hə, silindirdə elə bir dənə bu sualdan vardı, saxladım onu. Halledim. Silindirdə bir dənə bu sualdan var idi. Gedim onu əldə edeyim də. Bir dənə sual vardı, 100% bilirəm ki, onu saxladım. Hamı sual vermişdi onu. Ve silindirdəki olan sual. Dedik ki, bunu sonra həll eləyərik də, indi həll eləmirik. Yan tərəfi köşdə 5, oturacaqları 6 və 8 olan bərabər yanlı trapesiyanın. Bir bərabər yanlı trapesiya təsvir eləyək. Deməli, yan tərəfini verib kökdə 5. Oturacaqları biri 6'dır, biri də 8'dir. Simmetriya oxunun ətrafında. Bunun bərabər yanlı trapesiyanın simmetriya oxu bilirsən də aradı. Tam bu ortadan keçir. 3, 3. Tam ortadan keçir. Bunun ətrafında fırladaq. Bax, bunu bərkidək buradan, buradan da bərkidək. Bunun ətrafında fırladaq. Maşın rolu fırladırsan eləmək ki. Fırlat. Fırlat, avala, fırlat. Kəsik konusu olacaqdı o. Bəli, bəli, bəli. Kəsik konus. Kəsik konusun həzmini tapın. Kəsik konusun həzmi 3/1 pi h r kvadratı Range Rover balaca r kvadratı. 3/1 pi dediğimiz 3'tü. H dediğimiz aha hündürlüğü yoktu. Bunu həmişə vermirlər hündürlüğü. Deyirlər ki, şagird getsin. Burada bir trapesiya var, bunda işləsin. Buradakı bu trapesiyadan hündürlüğü tapmaq sənin üçün nədir ki? Orada 6-dırsa altdakı da 6 olmalıdır. O birilər də yarıya bölünür. Nətərdə də? Orada 6-dır, kiçik oturacaqda. O birində də 8-dir. Onda hərəsi 1-1 olmalıdır da. Bəli. Bura 3'dürsə, Burada 1-dir. bura da 3'dür. Onda 4 etsə bura qaldı 1. Buradan bir dənə hündürlük tap da nə qədər eləyir? 2. Hündürlüğü elədi 2. 3/1 pi neydi? Pi h r kvadratı 3'ün kvadratı plus 4 vurulsun 3 plus 4'ün kvadratı. Rahatsızlar inşallah bu sualı saxlamışdıq. Mənim orada simmetriya oxu ətrafında fırlanması deyəndə neçə fırladırıq? Hansı oxu məsələn? Bu bu ox. Trapesiyanı bərk edirsən bu oxa. Bərk etdin. İndi o təsəvvür edilməlisən də. Simmetriyanı budur. Buna bərk etdim buna oxa. İndi ancaq buradan bərk edim desə belə. İndi fırlat. Buradan da vur, buradan da vur. Fırlat, fırlat geçsin. Sürət fırlat. Sürətli fırlat, sürətli fırlat. Fırlat, fırlat, fırlat. Tapatsan. Fırladırsan, tapırsan. Başa düşürsən necə? Bu təsəvvüründən ibarət. Məsələn, bizim kənddə bir qapımız var idi belə. Qapını bərk ediblər, bax düz bu formada.
Amma qapının burası bərkidir. Demək məsələ nədir? Qapının bir üzü də yerdə idi hesab elə. Bu qapı polunu 360 idi. Qapı 360 idi. Başa düşsəniz, hə? Qapı niyə 360 idi? Bura bərkidilmə yeri, buranı götürüb məftillə bərkitmişdik. Başa düşdün? 360 məftillə deyirik, daha doğrusu məftil nədir? Şeylə, o Haber xətti ilə bərkitmişdik. Elə bir ki, 360 fırlanır. Nə tərsi olub bilməm, 360 fırlanır. İndi bu burada necə trayektoriya cızılacaq? 360 fırlatdı bunu. Nə yaranacaq? Silindir, gördün? Bu da sən görürsən də bu tərəf bir tərəf hesab elə budur. Burada bunun ətrafında fırlanmasına alınan figur. Bu burada bir çevrəsiz, bu da bu. O təsəvvürdən ibarətdir. Bax mənim ona Mən bu fırlatmalara ait heç bir təsəvvürüm yoxdur. Onda konkret olaraq hələlik əzbərlə. Məsələn, üçbucağı bir tərəfi ətrafında fırlananda iki konus yarandı. Düzbucaqlı üçbucağı bir tərəfi ətrafında fırlananda konus yarandı. Trapesiyanı simmetriya oxu ətrafında fırladanda kəsik konus yarandı. Sonra başqa. Üçbucağı öz hündürlüyü ətrafında fırladanda konus yarandı. Düzbucaqlının bir tərəfi ətrafında fırlanmasından nə yaranırdı? Silindir. Silindir yarandı. Mən silindiri təsəvvür edə bilmirəm, amma bunları təsəvvür edə bilmirəm. Konkret olaraq və bunları özünə qeyd elə ki, fiqurlarda biləsən. Onsuz da başqa nə var? Məsələn, bir dənə dəyişiklik olsun deyə modulda X vermişdilər. Onsuz da mən başqa demək olar ki, sual tipi çox da görməmişim. Onsuz da bunlar var da. Yəni, təsəvvür elə bilməsən, məsələn, konkret olaraq qeyd eləməlisən və onları bilməlisən. Yəni, buradakı sualları işləyətsən, oturacaq yəni. Ya da ki, axtararam, görüm animasiya qura bilsəm, o Leylanın dediyi proqrama baxarım. Mən atmışam mühəndisə. WhatsApp-dan. Nə? Göndərmisən mənə? Bəli. Biri hazırlanıb, bəli. Ha, daha doğrusu şeydir. Göndərim də qrupumuzda məndə, ha? Görməyən nədir? Aqil, bunu hardan götürmüsən? YouTube-dan tapdım bəli. Ay sağ ol, hə. Bunu təsəvvür eləyə bilirik. Bəli. Görüm ağa nə atıb. Axtarıb baxmaq olar. Axtarıb baxmaq olar. Konus animasiya. Ağa bir dənə də mənə gif atdı. Görək nədir o? Ay sağ ol, o şeylərə baxmaq olar. Animasiyalara baxıb təsəvvürə gətirmək olar da yəni. Təsəvvürə gətirmək olar. Deməli, baxaq. Başqa nə var? Başqa nə istəyirsən baxaq. Onlara baxdıq. Yəni bu 113-ə baxaq da, biraz qəriz görsəniz. Oturacağının uzunluğu L olan konusun oturacağına paralel O1 mərkəzli müstəvi kəsiyinin uzunluğu L1. Müstəvi kəsiyinin uzunluğu L1. O2 mərkəzli müstəvi kəsiyinin uzunluğu L2-dir. Müstəvi kəsiyi bilirsiniz də nədir? Belə bir dairədir.
Belə bir dairədir. Deməli, AB-ni veriblər bizə 3. AB-ni 3 veriblər. BC-ni veriblər bizə 4. BC-ni 4 veriblər. Və L-i veriblər L1 plus 2L2. L. L dediyimiz oturacağın uzunluğu L olan konus. Buna deyək böyük R. Bu oturacağın uzunluğu necə tapırlar? 2 pi böyük R. L1. L1'in uzunluğu buna deyək R1. 2 pi R1. Üstüne gəlinsin. 2 dənə L2'nin uzunluğunu necə tapırlar? 2 pi R2. Hamısında nə var? Böyle rədd eləyəcəksin. 2 pi. Onda R bərabərdir. R1 plus 2 dənə R2. Razıyıq uşaqlar. Bəli, Yəni bəli. orada çevrələrin uzunluqları da O1, Yazıqlar O2, qalsın. O3. Oturacağının uzunluğu. Oturacaq nədir? Çevrə. Oturacaq çevrədir də Yazıqlar, çevrə. yazıqlar. Çevrənin uzunluğu yazıqlar. Bəli, bəli. Oturacağının uzunluğu. R bərabərdir. R1 plus R2. Bunlar oxşar konuslardır. Oxşar konuslar. Bunlar gedir oxşar konuslar. Oxşar konuslarda hər şeyin nisbəti K-dır. Radiuslar nisbəti, doğranlar nisbəti. Bircə sahələr nisbəti nədir? K kvadratıdır. Həcmlər nisbəti nədir? Kakub. K kubu. İndi bax, məsələn, burada bunun doğranı 3'dür. Amma buranın doğranı neçədir? 7'dir. Öyle. Yuxarıda olan balaca konusun, bu balaca konusun doğranı neçədir? 3'dür. Balaca konusun doğranı 3'dürsə, bunun radiusuna yazaram mən nə? 3K. Onda bu ikincinin radiusu nə qədər olacaq? Bunun radiusu nə qədər olacaq? 7K oldu. 7K. Bildin də niyə? Oxşarlığa görə. Bəli, bəli. Müəllim, orada oxşar konuslar olduğunu necə bildik ki? Əgər oturacağa paralel müstəvi ilə kəsilibsə, o oxşar konus alır. Oturacağa paralel müstəvi ilə kəsilirsə, yəni müstəvi ilə kəsiləndə ona oxşar konus alınır. Belə yadında saxlayın. Belə yadında saxlayın. Deməli, R2 3K-dır. R1 də 7K-dır. Gətirib yerinə yazsam, R bərabərdir. R1 7K üstünə gəlinsinlər uşaqlar. 2 dənə R2. Neçə K eləyir? 13. 13K. Bura eləyir 13K. Buradan da bir nisbət yaza bilərik. Ha. Bəli. Bura 13K eləyir. Onda deyə bilərsən ki, məsələn, 3 dəfə məsələn. Məsələn, mən bu konusla böyük konusu oxşar götürürüm. O mavi rəngdə verilmiş konusun radiusu nə qədərdir? 7K. Böyük konusun radiusu nə qədərdir? 13K. Mavi konusun doğranı nə qədərdir? 7. 7. Onda böyük konusun doğranı nə qədər olacaq? A, CD yazır. A, nəyi soruşur bizdən CD? AD yazar da. Kala getdi. AD nəyə bərabərdir uşaqlar? 13'ə. AD əgər 13'dürsə, bura nə qaldı? 6 qalır. Deməli, burada istifadə elədik oxşar konuslardan. Yadınızda saxlayın ki, konusu izahda demək yadından çıxıb bilirsiniz. Konusu oturacağa paralel müstəvi ilə kəsəndə
Yuxarıda balaca konus alınır. Bu balaca konus böyük konusa oxşardır. Eynisi də kiçiyidir də. Oxşarlıq nə deməkdir? Oxşarlıq. Bir fiqur ya kiçilir ya da böyüyür deməkdir. Oxşarlıq bu deməkdir də. Hətta o fizikada bir bölmə də var, o linzalardadır desən. Fiqurun kiçiyi bir də böyüyü. Düz həmin məsələnin konusu versiniz. Sualı vermək istəyən versin. Aydın olun. Oxşarlığı tətbiq edib yaz. Bəli. Uşaqlar, məncə kifayət qədər mövzu sizə aydındır. Sağollaşa bilərik. Yenə də Sağ yazmağa olun. çalışarsınız. Yazmağa çalışarsınız. İndi nələri bilməzsiniz, gələrsiniz, müzakirə eləyərik. Bərabər öyrənərik. Gecəniz xeyir. Sağ olun. Xeyir qarşı müəllim. Sağ olun müəllim. Sağ olun. Mən xeyirə qarşı. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun müəllim. Sağ olun. Sağ olun.